Sevərlər, Misli Premyer Liqasında 8-ci turun sonuncu qarşılaşmasında hər birinizi xoş gördük. Biz Neftçinin doğma meydanında Palm Sports Arenadayıq. Ağqaralı Neftçi Araz Naxçıvanı qəbul edir. Və səbirsizlə gözlədiyimiz bu an komandaların start heyətləri meydan sahibi Neftçidən başlayırıq. Qapıda 13 Kenan Piriç, 8 Emin Mahmudov kapitan, 15 Elvin Bədalov, 77 Falaye Sako. Araz Naxçıvan komandasının start 11'liyi. Qapıda 12 Kristian Avram, 34 Ürfan Abbasov kapitan, 3 Bəxtiyar Həsənalızadə, 5 Slavik Alxasov, 8 Coşqun Diniyev, 24 Mustafa Əhmədzadə, 6 Patrik Andrade, 17 Yusuf Paro. Fərid Hacıyevin start işarəsi gəldi. Misli Premyer Liqasının 8-ci turunun ən maraqlı oyunlarından biri. Neftçi Araz Naxçıvanı qəbul edir. Qonaqlar Naxçıvan futbolçuları öncədən topu meydanın mərkəzindən daxil etdilər. Maç başlandı ilk qayda pozuntusu. Falaye Sako. Jordan Rezabala nəhayət onu topla gördü. Rezabala əla bir şəkildə sıyrılır. Qapıya zərbə indirdi və Kristian Avram Neftçi qola yaxınlaşdı. Kristian Avram. Rezabalanın zərbəsi yaxın küncə qüvvətli bir zərbə idi, amma Avram hər şeyi götürdü. Neftçinin hücumu davam edəcək. Korner. Ötürmə gəldi yaxın küncə. Simakala topu uzaqlaşdırır. Emin Mahmudovun daha bir imkanı olacaq. Daha bir ötürmə. Qapıya zərbə olacaq mı? Zərbə! Və boş qapıdan topu çıxardı indi. Araz Naxçıvanın müdafiəçisi. Qola çox yaxınlaşdı Neftçi. Təkrarı izləyirik. Əla bir ötürmə idi. Yerine yetirildi, qapıya zərbə oldu, amma Avram topu tutur, Vargas Seydamov. Zərbə o qədər də qüvvətli alınmadı. Sako, Rezabala. Jordan Rezabala. Emin Mahmudov. Ümad Fərəc, qapı qarşısında ötürmə və top qapıdadır. Olduqca baxımlı, gözəl bir kombinasiyalı qolun müəllifi Basala Sambo olur. Bir daha baxırıq, Rezabala mərkəzə getdi, ötürməsini etdi, Emin Mahmudov oyundan gəlir vəziyyət burada yoxdur. İmad Fərəc topu qəbul etmədən birbaşa düz Sambanın qarşısına buraxır və Sambo bu qolu vurur. Oyunda hesabı açır. Basala, Sambo, Neftçi 1, Araz Naxçıvan 0. Söz yox ki, Abu Bakar kimi bir forvardın gəlişi Sambonu da bir xeyli sirkələyəcək və artıq Sambo qolunu vurur. Basala, Sambo. Qaytarmaq baxımından komandanın əsas silahına çevrilə biləcək bir transfer. Yeri gəlmişkən Abu Bakar Neftçi ilə yaxın keçmişdə görüşüb 2023-cü ildə. İmad Fərəc yeri gəlmişkən bu mövsümdə 3-cü məhsuldar ötürmə ilə diqqət çəkir. Emin Mahmudov işarə gəldi. Mahmudov yanında olan Vargas'la oynayır. Vargas top cərmə meydancısına gəlir. Qapıya zərbə uğursuz bir şəkildə yerinə yetirildi. Bir futbol izləyirik. Hər iki komanda mübarizədən çəkimir indi. Simakala! Simakala! 1-1! Keçmədən 19-cu dəqiqədə hesab açılmışdı. Basala Sambo gol vurmuşdu, amma çox keçmədi. Və Araz Naxçıvan bərabərlik topunu vurur və bu golun müəllifi 36-cı dəqiqədə Simakala olur. Neftçinin futbolçusu yerdə qalıb, dərhal buraxılan qoldan sonra hücuma atıldı meydan sahibləri. Bax, bu epizodda zədələndi. Paro, hər halda üzə zərbə var idi. Cərmə meydancasından topu uzaqlaşdırdılar və Fərid Hacıyev komandaları
fasiləyə göndərir. Beləliklə ilk sonra Neftçi Araz Naxçıvan görüşündə bərabərlik hökm sürür. Hesab 1-1-dir. İkinci hissədə hələ ki VAR çalışmayacaq. Texniki problemlər var. Və indi Araz Naxçıvanın təhlükəli hücumu, top qapıdan 2-1. Farac, əla hərəkətlər. Farac irəliləyir solcuna. Sambo. Yenidən Farac. Cərimə meydancasına ötürmə. Qaydan top. Dərhal birbaşa qapıya zərbə. Və top qapıdan keçir, oyundan kar vəziyyət. Var. Yanxət hakiminin bayrağı havadadır. Qola baxdılar. Yox, elə baxırlar. Offside yoxlanılır. Xət çəkiləcək. Amma bizim izlədiyimiz rakursdan, görüntüdən daha çox offsayda bənziyirdi bu epizod. Amma hər halda gəlin tələsməyək, VAR-ın təsdiqini gözləyək. Gol, 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 gol! Hesab bərabərləşir 2-2. Emin Mahmudov. VAR-da baxıldı, offside yoxdur. Offside yoxdur. Neftçi hesabı bərabərləşdirir. Kapitan fərqlənir. Emin Mahmudov mövsümdə ikinci qolunu vurur. Bir daha baxaraq fikir verin. Sesi Dalmeydanın zərbəsi. Əla sürət burada yığıb İmad Fərəc. Fərəc irəliləyir. İmad Fərəc. Farac ötürməsini etdi. Sambo. Cərimə meydancasına sıxıb onu çıxardılar. Hücum davam edir. Emin Mahmudov ötürmə cərimə meydancasına. Luis Ortiz. Ortiz. Ortiz qapıya zərbə. Qeyri-dəqiq. Təkrarı izləyirik. Uzaq küncü nişan almağa çalışdı Ortiz. Qeyri-dəqiq oldu. Qapıdan zərbə yerinə yetiriləcək. Cristian Avram. Solcuna. Ortiz. Cərimə meydancasına baxır. Ortiz. Ötürməni verə bilmədi. Top Neftçidə qalır. İfiani. Əla hərəkət. İfiani. Ortiz. 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 Qapı direği hücum devam edir. Daha bir zərbə. Qeyri-dəqiq küncdən zərbə. Yalnız korner qazandı Neftçi bu hücumun sonunda. Ortiz belə çətin vəziyyətdə topu tutarır. Sol ayağıyla zərbəsi uzaq küncü. Əla alınmışdı. Qapı dirəyinə deyil top. Geri qaydır. Faracın qarşısına düşür. Onun zərbəsi. Müdafiəçiyə deyən top. Slavik Alxasova deyən top. Murad Məmmədov. Ötürməsini edir Murad. Top uğrunda mübarizə. Qapıya zərbə. Geri qaydan top müdafiəçidən. Igor Ribeiro hücumu davam edir. Ribeiro. Onun borcu var Neftçiyə. Bu oyunda onun kobud səhvi. Simakalanın fərqlənməsinə səbəb oldu. Fərid Hacıyev oyunu saxlayır. VAR-dan nə isə ona bildirirlər. Zərbə anında əllə oyun ola bilər. Yox, heç nə yoxdur. Oyunu bitirir Fərid Hacıyev.